Azerbaycan, çıraqların gür yansın, xalqımızın ürəyində nur yansın, mərd oğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətim, həqiqətə ölümü yoxdur millətim, üzərindən qara yellər əsməsin, ana yurdum Azerbaycan elləri, qapınızdan şadlıq ayaq kəsməsin, xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin, ana yurdum Azerbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin, dalğalansın Azerbaycan bayrağı. Dalğalansın Türk Turan bayrağı. Azerbaycan'ın ilk kadın halk şairi Mirvarit Dilbazi. 3. Kəlağayı Festivalının iştirakçıları. Xatay Rayon İcra Hakimiyyətinin başçısı Cənab Rafiq Quliyev cənablarına təşəkkürümü bildirirəm bu möhtəşəmlik üçün. 3-cü dəfədir ki, Azerbaycan Respublikası Prezident Administrasiyasının müraciətimizə müsbət cavabına əsasən Xatay rayonunun yüksək təşkilatçılığına əsasən bu tədbir baş tutur. Bugün isə Azerbaycan Respublikasının İnsan Hüquqları üzrə müfəkkirinin Ombudsmanın aparatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xatay Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan icmasının Bakı şəhəri, Xatay rayonu üzrə nümayəndəliyi, Mirvarit Dilbazi Payiz Əməsi İctimai Birliyi, Kəlağayı Ev Muzeyinin bircə təşkilatçılığı ilə baş tutur. Mənim əzizlərim, tədbirdən öncə vətənimizin bütövlüyü, azadlığı uğrunda qanından, canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla ehtiramla yad edək. Ruhunuz şad olsun ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Dövlət himnimiz səsləndirilsin. Əysilməsin üstümüzdən nəfəsin, bu torpağa vətən deyən hər kəsin, şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqan, gəlib çatdı gözlərlə bu xoşan. Bu torpağa igid doğan, doğan, şəhid analarının əllərindən öpürəm. Şəhid ailələri bugün bu tədbirdədirlər. Hər birinə dərin minnətdarlığımı bildirirəm və bugün bax bu möhtəşəm festivalda Qərbi Azərbaycan güşəsi yer alıb. Qərbi Azərbaycan tarixi torpağımız olmaqla yanaşı bizim anamız Azərbaycanın adət ənənələrini, folklor nümunələrini, məişət və mətbəx dəyərlərini özündə yaşadan müqəddəs diyarlarımızdan biridir. Bugün sanki Şəhriyar demiş, könlümüz quşu qanat çaldı Qərbi Azərbaycana doğru. Elə buradan Qərbi İrəvana salam olsun sizin alqışlarınızla mənim əzizlərim. Əziz və dəyərli Xatay rayon sakinləri, bugün möhtəşəm bir sərgimiz baş tutub burada. Kəlağayı Festivalına hər biriniz bir daha xoş gəldiniz. İndi isə söz verilir Xatay rayon İcra Hakimiyyətinin başçısı Qazi Vətənoğlu, Xatay rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə. Mirvarit Dilbazi yazır ki, bir canım var sizə qurban, Azərbaycan oğlanları. Mərdliyi unutmur dövran, mərd keçdiz qanlı yollara.
Ey vətən qəhrəmanları, düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın. Azərbaycan aslanları, Qarabağın qanlı tarixinin canlı şahidi Rafiq Quluyev buyursun. Axşamınız xeyir, mən də sizin hər birinizi xoş gəlmişsiniz deyirəm bu gözəl axşama. Qonaqlarımızı da salamlayıram. Qərb Azərbaycan icmasının sədri, hörmətli Əvəz Məmşəkir, onu da xüsusilə salamlayırıq. Əli müəllim iştirak edir, millət vəkili, Vüqar müəllim iştirak edir, millət vəkilimiz. Yəni, onlar hamısını salamlayırıq, xoş gəlmişsiniz deyirik. Şəhid anaları iştirak edir, onların hər birini, şəhid atalarının hər birini salamlayırıq, xoş gəlmişsiniz deyirəm. Qarşınızda baş əyirəm. Azərbaycan dövləti inkişaf edir, Azərbaycan dövləti inkişaf hər birimizin gözü qarşısındadır. Azərbaycan şəhərlərimizin qurulması, şəhərlərimizin bərpa olunması. Amma bununla belə biz milli adət ənənələrimizi, folklorumuzu qoruyub saxlamaq bizim borcumuzdur. Necə ki, bizim nəsildən nəsilə ötürülüb bizə gəlib çatıbdır və bizim nəslində borcudur ki, folklorumuzu, milli dəyərlərimizi qoruyub növbəti gələn nəsillərə ötürək. Yəni bu kəlağayı və burada sərgilənən digər alətlər, əşyalar bizim babalarımızdan, ulu babalarımızdan bizə miras qalan əşyalardır, bir əmanətdir və bizim də borcumuz növbəti nəsillərə ötürməkdir. Azərbaycan, bir artıq qeyd elədim, cənab prezidentimizin rəhbərliyi altında inkişaf edir. Tam Azərbaycan ərazi bütövlüyünün tam qorunmuş bir ölkədir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Artıq Azərbaycanın dünya miqyasında öz çəkisi, öz xüsusi nüfuzu olan bir dövlətdir. Biz hər birimiz Azərbaycanlı olmağımızla fəxr edirik, buyurusu keçirik ki, bu dövlətin, bu xalqın mənsubuyuq. Hər birinizə yaxşı istirahət arzulayıram. Vaxtı da çox almaq istəmirəm ki, dəyərli qonaqlarımızın yəqin çıxışları olacaqdır. Vaxtı da çox almayıb, hər birinizə yaxşı istirahət və gecəmizin uğurlu keçməsinə hər birinizi yaxından iştirak etməyə dəvət edirəm. Sağ olun. Çox sağ olun. Sizə təşəkkür edirik və növbəti sözü veririk Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərliyə. Bu möhtəşəm festival sərgi formasında keçirilir və yəqin ki, hər bir xanımın evində Azərbaycan xanımının incə ruhunu tərənnüm edən Azərbaycan kəlağayısı var. Əgər yoxdursa da bu zamandan istifadə edib əldə edə bilərsiniz. Çünki burada Şəki və eyni zamanda da Şəkinin və İsmailinin, Baskalın gözəl kəlağayıları nümayiş olunmaqdadır. Buyurun. Hörmətli Rafiq müəllim, hörmətli millət vəkillərimiz, hörmətli Xətai sakinləri, əziz tədbir iştirakçıları, mən də sizin hər birinizi şəxsən öz adımdan və Qərbi Azərbaycan icması adından salamlayıram və bugünkü bu möhtəşəm tədbirin bütün təşkilatçılarına hamımızın adından təşəkkür edirəm. Bu bayram münasibəti ilə hamımızı təbrik edirəm. Xalqımıza, millətimizə bayramlar yaraşır. Bu bayramların, bu xoş günlərin, bugünkü növrağın, təmtərağın təməlində heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır və cənab prezidentin siyasi qətiyyəti dayanır, siyasi liderliyi dayanır və bizim hamımızın cənab prezidentə, Müzəffər Ali Başkomandana təşəkkürümüz var. Bu günlərimiz üçün Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayırıq. Onların sayəsində biz bugün xoşbəxt həyatımızı sürürük. Tədbirlərin Kəlağayı Festivalı adlandırılması tamamilə qanuna uyğundur. Çünki hər bir millətin milli mədəniyyəti onun maddi və mənəvi dəyərləri ilə təyin olunur. Və milli geyimlərimiz də bizim milli maddi dəyərlərimizdir. Və Kəlağayı da bizim milli geyimlərimizin tərkib hissəsidir. Və analarımız, nənələrimiz, bacılarımız, qızlarımız həmişə Qərbi Azərbaycanda bu Kəlağayıları daşıyıblar. Mən artıq neçənci dəfədir bu tədbirdə iştirak edirəm və növbəti dəfə hörmətli Rafiq müəllimə, Xətai rayonunun rəhbərliyinə və digər təşkilatlara öz təşəkkürümü çatdırıram və elə səbirləyirəm ki, bu ənənə bundan sonra da davam eləyəcək və gün o gün olsun ki,
bugün tarihi torpaqlarımız uğrunda başladığımız mübarizəni biz sonlandıraq, Qərbi Azərbaycanın son qarışına qədər qayıdaq və tarixi torpaqlarımızda milli adətlərimizi, milli bayramlarımızı davam elətdirək və yüzdə tribunadan sizin hamınızı gələcəkdə İrəvanda keçiriləcək tədbirlərə dəvət edək. Sağ olun. Teşekkür ederim Aziz müəllim, çok sağ olun. İndi söz verilir Vüqar müəllim Rəhimzadəyə. Xoş gəldiniz. Çox hörmətli Rafiq müəllim, dəyərli deputat həmkarlarım, əziz dostlarımız, Ramil müəllim, dəyərli burada bizim şəhid valideynləri, şəhid ailə üzvləri, çox hörmətli Xətai rayon ictimaiyyətinin nümayəndələri. Bu günləri doğrudan da tariximizin böyük bir hissəsinin təbliği ilə bağlı çox möhtəşəm bir tədbirə toplaşmışıq. Bizim mənəvi xəzinəmiz, bizim milli xəzinəmiz olan Kəlağayı Festivalının keçirilməsi çox kifayət qədər bizim tariximizin zənginliyini özündə ettiv eləyən çox tarixi bir hadisədir. O baxımdan düşünürəm ki, hörmətli Rafiq müəllim də ətraflı məlumat verdi, dəyərli Əziz müəllim də ətraflı məlumat verdi. Bizim hörmətli deputat həmkarımız, dostumuz Əli müəllim də yəqin çıxışda fikirlərini ifadə edəcək inşallah və şübhəm yoxdur ki, bu hər bir insanın, hər bir fərdin, vətəndaşın tarixi qorumaq, bugün üçün gələcək nəsillərə çatdırmaq bizim ən böyük borcumuzdur, əziz dostlar. Dövlətimiz və dövlət başçısı möhtərəm cənab prezidentimiz Azərbaycan tarixinin təbliği ilə bağlı, Azərbaycanın milli mənəvi xəzinəsinin təbliği ilə bağlı çox mühüm tapşırıqlar qarşıya hədəf kimi qoyub və bizim vəzifəmiz, borcumuz bu tapşırıqları yüksək səviyyədə reallaşdırıb həyata keçirtməkdir. Mən bütün təşkilatçılara ürəkdən təşəkkür edirəm, minnətdaram. Çox doğrudan da dəyərli, əhəmiyyətli və hər bir insan üçün, hər bir milli ruhda olan vətəndaşımız üçün çox əhəmiyyətli bir tədbirdir. Və mən ürəkdən arzu edirəm, burada deyilən arzulara qoşuluram, gün o gün olsun. İnşallah Qərbi Azərbaycanda belə möhtəşəm festivalların iştirakçısı olaq. Sağ olun, bayramınız mübarək olsun. Çox sağ olun, təşəkkür edirik və söz verilir Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyevə. Buyurun, sizin də ürək sözlərinizi dinləyək. Mən bir sual vermək istəyirəm. Hər kəsdə varmı Kəlağayı? Bütün xanımlarda varmı? Varsa əlini qaldırsın. Çox az hissəmizdə var, eləmi? Yararlana bilərsiniz bu zamandan. Hörmətli Rafiq müəllim, hörmətli Milli Məclisin deputatları, bizim baş tacımız olan şəhid ailələrinin üzvləri, şəhid ailələri və hörmətli Xətai sakinləri. Sizlərin hər birinizi Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının çoxsaylı üzvləri adından salamlayıram. Hörmətli tədbir iştirakçıları, bu günləri milli mənəvi ənənələrimizdən birinin rəmzi olan Kəlağayı Festivalı keçirilir. Kəlağayı bizim milli mənəvi ənənələrimizin rəmzi olaraq, mədəniyyətimizin rəmzi olaraq və qədimliyi ilə seçilən bir Kəlağayıdır. Kəlağayı hələ bizim eramızdan əvvəl 5-ci, 6-cı əsrdə mövcud olub və bizim Şəkidə, Gəncə mahalında, Şamaxıda, hələ orta əsrlərdə istehsal olunub. Hələ 1862-ci ildə Londonda ümumdünya sərgisində bizim Kəlağayılarımız sərgiyə çıxarılıb. Hələ o dövrdə Kəlağayılarımızın sərgiyə çıxarıldığı dövrdə deyilirdi ki, İtalyanlar bizim sərgidə nümayiş olunan Kəlağayıların necə alınması və onların necə qiymətləndirilməsi barədə hələ orta əsrlərdə bizdə məlumatlar var. Bu tədbirlərin keçirilməsi, əlamətdar tədbirlərin keçirilməsi çox vacibdir və biz hörmətli Rafiq müəllimə bu tədbirin keçirilməsinə görə öz minnətdarlığımızı bildiririk və bütün təşkilatçılara öz minnətdarlığımızı bildiririk və hər birinizə bu tədbirdə istirahət eləməyi və sərgidə iştirak eləməyinizi arzulayırıq. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Biz təşəkkür edirik. Vüqar müəllim, çox sağ olun. İndi isə ifa edir Aşıq Gözəl Kəlbəcərli. İlk dəfə olaraq Kəlağayıya mahnı bəstələyib və bütövlükdə Kəlağayı mahnısı ifa edir. Kəlağayı festivalı Şuşada, Kəlbəcərdə, Gədəbəydə, Tovuzda, Sankt-Peterburgda, Moskvada keçirilib və çox belə sevgi ilə, izdihamla qarşılanıb. Buyursun Gözəl Kəlbəcərli.
başına dolandım. Azaflıyam mühabbetim, sen pirim ziyaretim. Azaflıyam mühabbetim, sen pirim ziyaretim. Hem sevincim hem afetim, hem sevincim hem afetim. Bir başına dolandım, bir başına dolandım, bir başına dolandım, bir başına dolandım. Dolandım, dolandım, bir başına dolandım, 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 bir başına dolandım, 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 bir başına dolandım, dolandım, bir başına Çok güzel. Teşekkür ederim. Çok sağ olun. Günay Hanım elan ettiği kimi indi de buyursun. Sema Rex grubu.
kadın kolunun en güzel, en layakatli temsilcisi, beynəlxalq festivallarda büyük uğur kazanan, Azerbaycan'a başucalığı getiren Aşık Zülfiye İbadova buyursun. Bəli, nə gözəl. Bugün bizim tədbirimizdə Aşıq Zülfiyə də iştirak edir. Buyurun, buyurun, sizi səhnəyə dəvət edirik. Bəli, buyurun. Gedək, gülün. Necəsən zalım, necəsən, yamandır halım, necəsən. Necəsən zalım, necəsən, yamandır halım, necəsən.
sağ olun. Bir sual vereceğim. Güllü Hanım, icazənizlə Zülfiyə xanımdan bir sual soruşmaq istəyirəm ki, evdə neçə kəlağayınız var? Mənim evdə 4 dənə kəlağayım var. Bugün burada bildim ki, hamı kəlağay örtübdü. Fikirləşdim ki, mən bugün örtməyim, qoy, fərqli olun. Kəlağay bayramımız mübarək olsun, əzizlərimiz. Allah sizi qorusun. Azərbaycan xalqına bayramlar yaraşır. Bayramlarımız mübarək olsun. Öpürəm hər birinizi. Var olun. Çox sağ olun, təşəkkür edirik. Buyurun Güllü Hanım. Növbəti aşığımızı bura dəvət edəcəyik. Şəhid anaları, el çalan əllərinizdən öpürəm sizə. Sizin qarşınızda dönə-dönə baş əyirəm. Nə yaxşı ki, sizlərinizin gəlişi ilə bizim bu tədbirlərimiz belə möhtəşəm olur. Elə də şəhid ataları, dağ qədər vüqarlı, uca şəhid ataları, bayraq qədər vüqarlı ucasınız. Var olun, minnətlərim sizə. Aşıq? Aşıq Cavidi bura dəvət edirik. Aşıq Cavid buyursun, zurnaçılar dəstəsiyle beraber toylarımızın, düğünlərimizin yaraşığı. Necədir, bəyənirsiniz mi tədbirimizi? Hər vaxt Bugün istəyir çox saz fərqlidir. qonaqlar. Quran əllər hər gün geldiniz. durub yaradır. Bayrağımız günü-gündən ucalır. İnsan baxır, həvəslənir, güc alır. Yaradanım, yaradanlar var olsun. Bayrağımı ucaldanlar var olsun. Gözəlləşir qəsəbələr, şəhərlər. Çırağban gecələr, nurlu səhərlər. Yaradan əllərə əhsən deyərlər. Bu zəhməti dananlara ar olsun. Tanrı körpü salanlara yar olsun. Seyr etdikcə göz oxşayan yerləri rəhmətlə anıram babam Heydəri. Onun davamçısı olan rəhbəri dəstəkləyir bütün Azərbaycanı. Yaşa yaşa Mətin Azərbaycanı. Sevgilim gel insaf elə, canımı aldı gözlərin. Sevgilim gel insaf elə, canımı aldı gözlərin. Dərd bilməyəm bu könlümə, dərd bilməyəm bu könlümə. Ey Allah saldı gözlərin, gülüm sənin o gözlərin, yarım sənin o gözlərin, gözəl sənin o gözlərin. Dedim sana sevincimi, ilhamımın sözüncümü. Dedim sana sevincimi, ilhamımın sözüncümü. Gece gündüz müzraf
sənlə gözlərim. Çok sağ olun, var olun. Teşekkür ederim, var olun. Çok teşekkür ederim. Elimizden, obamızdan, ocağınızdan bax belə saz, zurna səsi gəlsin mənim əzizlərim. Xalq şairi Nəriman Həsənzadə yazır ki, anam Kəlağaylı bir muğam idi, muğam da doğmaca öz anam idi. Rafiq müəllim, əziz müəllim, xalq şairi Nəriman Həsənzadənin bugün bax bu festivala sizlərə salamı var. Xalq şairinin muavini Arif Mehmandost öz bəstəsi ilə Nəriman Həsənzadənin sözlərini ifa edəcək. Buyursun Arif Mehmandost. Çok sağ olun. Ben de her birinize hoş gördüm ve hoş gelmişsiniz bu tədbirə. Nərman müəllim xeyir duasını sizə gətirmişəm, salamlarını sizə gətirmişəm. Çok sağ olun. Yine de gözlerim gözünde kalır, gördüğüm məlaya kurban olaram. Eğer hakikatsen ben hakikate, rüyasan rüyaya kurban olaram. Eğer hakikatsen ben hakikate, rüyasan rüyaya kurban olaram. Çalsınlar muradın başka dünyada, bir arzun değmesin yaşa dünyada. Bu dünya güzeldir, yaşa dünyada. Sen olan dünyaya kurban olarak.
Çatsın her muradım başa dünyada, bir arzum değmesin taşa dünyada. Bu dünya güzeldir yaşa dünyada, sen olan dünyaya kurban olarak. Söhbətin şirindir, gülüşün təzə, saldın ürəyimi eşqə həvəsə. Sən ayaq bastığın o yola bizə, çəmənə səhraya qurban olaram. Sən ayaq bastığın o yola bizə, çəmənə səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, bir arzum değmesin taşa dünyada. Bu dünya güzeldir yaşa dünyada, sen olan dünyaya kurban olarak. Çatsın her muradım taşa dünyada, bir arzum değmesin taşa dünyada. Bu dünya güzeldir yaşa dünyada, sen olan dünyaya kurban olarak. Sen olan dünyaya kurban olarak. Teşekkür Arif Mehmandost. Aşık olup terki vətən olanın əvvəl başda pir kamalı gərəkdir. Oturup duranda ədəbin bile mərifət elmində dolu gərəkdir. Aşıq Ələsgər, aşıq sənətində əbədi və ədəbi bir sənət qoyan, məktəb qoyan və bu sənətin yolunu bugün uğurla həyata keçirən aşıq Ramin Qarayev buyursun. Sərtəkin axır, çeşmən bulanın şahdalı. Hayf ola bu çeşmədə, yoxdur bir salin şahdalı. Mühərrəs yaylar köysündə, pazarda malın şahdalı, pazarda malın şahdalı.
gelir Oxuyur türfə gözəllər Kəhlikdə sədası gəlir Aşı üçün cənnət baxır Daşın torpağın şahdalı Daşın torpağın şahdalı Aşıq səndən incik gedir Ərzi gilək başlayacaq Özümə də məlum olsun Küsüh qonağın şahları Küsüh qonağın şahları Çok teşekkür Ramin Bey. Xəzər Universitetinin müəllimidir. Saz sənətini çox gözəl təbliğ edir, müəllimlik edir. Uğurlar Ramin Bey'e ve benim əzizlərim. Bugünkü möhtəşəm festivalın en güzel iştirakçıları, en güzel qonaqları Bakı şəhəri Xətai rayonu 316 sayılı bağçanın fidan balaları. Müdürləri Nabat xanımı salamlayıram, müəllimləri Şəhlə xanıma. Bakın görün ne güzeldiler. Kəlağaylı fidanlarımız buyursunlar ve bir alqış ruhlansınlar körpə balalarımız.
tapsın bu balaları. Çok gözəldilər. İndi görün gələcəkdə necə Azərbaycanın bayrağını yüksəklərə ucaldacaqlar. Azərbaycan xanımı zərifdir, incədir. Kəlağayı da məhz incəlik, zəriflik nümunəsidir. Əziz və dəyərli bizim qonaqlarımız. Mən indi elə bir qrupu bura dəvət edəcəm ki, Güllü xanım, o qrup da çox incə və zərif xanımlardan ibarətdir. İndi öz də geyimləri də Azərbaycanın milli ornamentləri ilə, butaları ilə süslənib, bəzənib. Beləliklə qarşınızda açıq səma altında Səma rəqs qrupu Ağbaba yanlısı təqdim olunur. Məclisimizə nənə gəlib, əlindən tuturam, görürsünüz, bəh. Zorla gəlib. Nənə xoş gəlib, Ağdam, Nənə Qızlar Ansamblının rəhbəri Sabirə xanım və bunların da rəhbəri Almara Nəbiyevadır. Folklorumuzu çox gözəl yaşadırlar. Nənə, bugün Kəlağayıya köklənmişik. Bugün həm də Qərbi İrəvana köklənmişik. Necədir vəziyyəti? Bəlkə bir zümzümə eləyəsin, bir nənənin hünərini görələr. Hamını bu bayram münasibəti ilə təbrik edirəm.
İrəvanda xal qalmadı, o xal nə xaldır? Belə düzdürmü səndir, görüm nə xaldır? Belə düzdürmü sən? Daha məndə can qalmadı, daha məndə can qalmadı, o xal nə xaldır? Belə düzdürmü sən? Yarım deyibdir, belə düzdürmüşəm, o xal nə xaldır? Belə düzdürmüşəm, yarım deyibdir, belə Çiçəkdəndir üzləri. düzdürmüşəm. Nənə icazə Maşallah. versin. Qızlar desin sözləri. Əziziyəm Çin oldu. Baxışda. Arzularım Çin oldu. Baxışda. 30 illik həsrətim. Baxışda. 44 günə Çin oldu. Baxışda. Ay yurdumun qızları, Baxışda. kəndimin ulduzları. Baxışda. Həsrət bitdi, yox oldu. Baxışda. Əritmişik buzları. Baxışda. Vaxt gülür ağdama. Baxışda. Vaxt gülür ağdama. Baxışda. Nənəm elə sevinir. Baxışda. Biz gedirik ağdama. Baxışda. Ay işvəli nazlı qız. Baxışda. Türməli qız, şallı qız. Baxışda. Külək şalın götürdüm. Baxışda. Gördüm üzü xallı qız. Baxışda. Qarı bülbülün sevindi. Baxışda. Şanda azan deyildi. Baxışda. Düşmən yaman yenildi. Baxışda. Qalibsən Azərbaycan. Baxışda. Əziziyəm dağlıdır. Baxışda. Aranlıdır, dağlıdır. Baxışda. Nənə qızlar ansamblı. Baxışda. Xaspolat vüqarlıdır. Baxışda. Fəxrimiz vüqarımız. Baxışda. Dar gündə dayağımız. Baxışda. Xalqımın iki doğu. Baxışda. Ali baş komandamız. Baxışda. 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 Əziyəm çəmindir. Yöndəmindir, çəmindir. Xəbərdar olay nənə, indi növbə sənindir. Neynək bala, neynək. Bana
aşık Rəvanə Melikli buyursun. Teşekkür Rəvanə xanım, çok sağ olun. Güzel musiqiler, güzel səs havaları, güzel insanların qarşısına çıxış eləmək doğrudan da gurur vericidir. İndi isə Xətai rayonu 64 sayılı məktəbin şagirdi Zəhra xanım Əzimova buyursun və 64 sayılı məktəbin direktoru Səidə xanım Rəhimova buradadır. Teşekkür edirəm. Çok güzel şagirdləriniz var. Buyursun Zəhra xanım. Zəhra kızımıza bir alkış sizden. Vətən torpağının bir hissəsi tək. Onu unutmayam gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları anam çalağaydı, çalağay anam. Xalqımın müqəddəs adəti çoxdur. Bundan ibrət alsın hər duha gərək. Qızlar tanıyıram, maşallah olsun. Cehiz tanımırlar çalağay tək. Daimə əzəli səngərindədir. Məhəbbəti dərin, həsrəti məlum.
Vətəndir Kəlağayı örtən analar, yer yurdu yerində sərhəddi məlum. Kəlağay qüdrəti qılıncdan itir, qarşısında məğlub düşmən min-mindir. Nənələr vardır ki, Kəlağay örtüb, deyərdi başımın ağrısı dindi. Dava yatırmağın yolun bilərdi, hər siyasətçidən nənəm ötədir. Kəlağay yatınca ayaq altına, umuksü kəsər, dava bitərdi. At minən bacımı xatırlayıram, oğlanlarla birgə nəmər almaq üçün. Toylarda at çapar, yarışardılar. Görərdik toylardan geri dönəndə, atının boynunda Kəlağayı var. Kəlağay deyildir adi bir örtü, oxumaq istəsək himn olacaqdır. Qızlar, başınıza Kəlağayı örtün. Nə arzu desəniz hasil olacaq, nə yuxu görsəniz çin olacaqdır. Yetən anam kimi kəmalə yetə, yarayan vaxtından belə yarısın. Başdaşı üstəki şəklində də hələ başındadır Kəlağayısı. Hələ başındadır Kəlağayısı. Eşq olsun Zəhrə xanım, sənə uğurlar. Səidə xanım təşəkkür var olun. İndi isə buyursun 8-ci Muğam Televiziya müsabiqəsinin qalibi Həsrət Əzizin. İstedadları tanıyaq və tanıdaq İctimai Birliyinin üzvü. Elə mi oğlum? Vüsalə xanıma salam olsun.
Çox təşəkkür, uğurlar, minnətdaram. Əzizim Göyçəmənə, şeyh düşdü Göyçəmənə. Ələskəri çağırdım, səs verdi Göyçəmənə. Aşıq xanım Göyçəni buyursun bizim əzizimiz, gözəl aşığımız. Saz sənətinin çox gözəl təbliğatçısı. Özü də, sözü də, sazı da gözəldir. Təşəkkür xanım Göyçəli, minnətdaram, var olun, uğurlar sizə. İndi isə Mədəniyyət və İncəsənət Universitetinin yetirməsi Aşıq Xaqani Kəlbəcərli buyursun. Xaqani Zeynal Avdinov, buyurun. Cənnətin hər yanı
salamlayaq və tanıdaq İctimai Birliğinin üzvü Yusif Hüseynli buyursun. Bir alqış mənim əzizlərim. Təşəkkür edirəm hər birinizə. Nişanlı qızların qismət örpəyi, qanqada yatıran qeyrət örpəyi, analarımızın məhəbbət, sədaqət örpəyi, Kəlağayının sorağında cəm olmuşuq. Bugün elə mən sözü mənim kollegam olan İz Mədəniyyət İnkişafına Dəstək İctimai Birliyinin sədri, tədqiqatçı, xanəndə Fərida Mirişovaya vermək istəyirəm. Buyursun bizim əzizimiz Fəridə xanım, milli dəyərlərimizi təbliğ edən və bu yolda yorulmadan çalışan və mənimlə çiyin-çiyinə yol gedən əziz. Çox sağ olun Güldü xanım. Mən sizə müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, bu nəcib işinizdə hər zaman irəlidə olasınız. Siz də Azərbaycan milli mədəni dəyərlərimizi daima təbliğ edən və gələcəyə ötürən insanlardan birisiz. Sizin əməyiniz danılmazdır. Mən sizi bir daha təbrik edirəm.
severler mesken, zahmet hüner vətən. Çok severler mesken, zahmet hüner vətən. Sənə qoşdum mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Harda vardır belə dağlar, harda vardır belə dağlar. Harda vardır belə dağlar, harda vardır belə dağlar. Ülfəti dost ilə bağla mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Əsirgəməz töhbəsi, neymətli bəhrəsi. Əsirgəməz töhbəsi, neymətli bəhrəsi. Dosta açar süfrəsi, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Harda vardır belə dağlar, harda vardır belə dağlar. Harda vardır belə dağlar, harda vardır belə dağlar. Ülfəti dost ilə bağla mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım, şərəfim, şöhrətim, şanım. Dədələrin haqqa bağlı ülfəti, taleyindən yazılıbdı qisməti. Nənələrin Kəlağaylı isməti, yar olana yar da Azərbaycanım. Bir şirinli var da Azərbaycanım. Hər birinizə təşəkkür edirəm, hər birinizə xoş günlər arzulayıram. Təşəkkür edirəm ki, 3-cü Kəlağayı festivalında